CS qrupunun növbəti əmrlər qrupu və ən çox geniş olan qrupu əmrlər qrupu formatdır. Biz format vasitəsilə xananın, sətrin və yaxud da sütunun enini, uzunluğunu seçə bilirik, dəyişə bilirik. Burada gizlətmək, hansısa bir deyək ki, sütunun sətrini gizlədə bilirik, worksheet idarə edə bilirik və yaxud da worksheeti qorumaq üçün burada əmrlər vardır. Format alt qrupunun daxilində bir neçə bölmədən ibarətdir. İlk olaraq cell size-ı izah edəcəyik. Cell size-ı izah etmək üçün bizə dolu xanaları olan cədvəl lazımdır. Bunun üçün geri ilk cədvəlimizə geri qaydırıq. Burada bəzi gəlin burada biz Ctrl-Shift-L vasitəsilə filtrdən çıxardağım və sətirlərimizi və sütunlarımızı biraz qısaldağım. Yeni və hündürlüklərini qısaldağım. Gördüyünüz kimi cədvəl daxilində müəyyən bir xanalarda məlumatlar oxunmur. Bunun səbəbi ondan ibarətdir ki, xananın daxilində olan məlumatların font sayı onun yerləşdiyi xananın sətir və sətirlərin hündürlüyü ilə və yaxud da sütunların eni ilə uyğun gəlmir. Onlardan daha böyükdür. Bunun üçün biz format qrupunda bu hissədən, cell size-dan istifadə edə bilərik. Misal üçün burada row height var. Burada biz sətrin hündürlüyünü manual olaraq yazılmış ədəd vasitəsilə artıra bilərik. Misal üçün deyək ki, biz burada sətirlərimizin hündürlüyü qısa olduğu üçün burada 15 ədədini qeyd edək və OK vurduğumuz halda gördüyünüz kimi sətirlərimiz biraz artdı. Və yaxud da deyək ki, bizim sütunumuzun enini manual olaraq dəyişək. Buna bir 35 yazdıqda iki sütunumuzda gördüyünüz kimi artırdı. Enini artırdı. Ölçüsünü artırdı. Və yaxud da deyək ki, biz heç bir şey manual olaraq yazmaq istəmirik. Biz istəyirik ki, sətirlərimizin hündürlüyü və sütunlarımızın eni onun daxilində olan məlumatlara əsasən genişlənsin. Yəni, o qədər genişlənsin ki, biz onun daxilində olan məlumatları oxuya biləyik. Misal üçün, biz burada sətrin hündürlüyünü AutoFit Row Height vasitəsilə ona uyğun olaraq genişləndiririk. Onun daxilində olan məzmun olaraq genişləndiririk və yaxud da biz sütunun enini bunun vasitəsilə genişləndiririk. Qısa bir yollar da vardır ki, məlumatların yerləşdiyi sütunların başlığına, sütun başlıqlarının sənədlərinə, hansı ki gördüyünüz kimi burada iki tərəfə ox işarəsi göstərilir. Bunun vasitəsilə double, yəni iki dəfə toxunmaqla biz sətri lazım olan qədər autofit edə bilirik. Sətirlər də onun kimi. Cell size barəsində bu qədər.